Ya Allah. Ya Allah. Hər vaxtınız xeyir olsun. Əziz izləyicilərimiz, əziz millətimiz, Allah sizlərə bərəkət versin. Bugün sizə Biləcərdə çox gözəl bir yerində torpaq sahəsi təqdim edirik inşallah. Deməli əziz dostlar, baxın əvvəl kablolarla sizi tanış edək. Baxın bu qaz xətti, bu telefon xətti, bu işıq xətti, bu internet xətti. O gördüğünüz bu hissədə də yerin altında lükdür, kanalizasiya lükdür. Bir dənə ətrafı da görsən, evlər görsən. Evlər var, yaşayış. Gəl səni. Deməli əziz dostlar, torpaq sahəsi 9 sotdur. Bir ətrafı görsən, qəşəng görsən. 9 sotdan ibarətdir torpaq sahəsi. Çox da hündür bir ərazidedir. Yəni nə meşdidən qətiyyən söhbət gedə bilməz. Hündür ərazidədir. Baxın, yuxarını da görsənir. Baxın əziz dostlar, ətrafında heç bir yüksək gərginlik, heç bir maneə olan yüksək kommunal xəttlər, magistral xəttlər yoxdur. Torpaq tərtəmiz və sağlam bir yerdədir. Torpağımızın 2005-ci ilin bələdiyyə sərəncamı var, 9 sotdur əziz dostlar. Ümumi qiyməti 130.000 manatdır. Bir sotu düşür 14.400 manata. Ümumi qiyməti. İndi real müştəriyə inşallah ki, razılaşma olacaq Allahın izni ilə. Torpaq sahibi tərəfindən. Əziz dostlar, torpağın yaxınlığından keçir. Nərmanova gedən 202 nömrəli marşrut xətti. Əzəzlanan avtobus da var deyəsən. Bəli, 92 nömrəli və 170 nömrəli marşrut xəttləri yaxınlıqdadır. 137 və ən əsas məsələ 314 nömrəli məktəbdən arasında bir dənə küçə var. Bir küçə fərqləri var. 314 nömrəli məktəbin yaxınlığındadır. Bir küçə fərqi var. Plus yaxınlıqda Al market var, Ova market var. Yəni istənilən vaxt girib oradan ərzaq ala bilərsiniz. Çox yaxın məsafədə də əziz dostlar. Ətrafda da bir dənə torpağın sənədi nə idi? Torpağın sərəncamı qeyd elədim. Deməli 2005-ci ilin bələdiyyə sərəncamıdır, qanuni şəkildə. Təyinatı da fərdi yaşayış evinin ikincisi üçün ayrılmış torpaq sahəsidir. Bir də ki əziz dostlar, bu ətrafda yeganə boş torpaq sahəsi bura qalıb. Burada yəni hər tərəf tikilidir. Yeganə boş torpaq sahəsi buradır. Çox gözəl yerdədir. İnşallah real alıcıya da ev torpaq sahibi tərəfindən daha doğrusu endirim olacaq inşallah. Burada da belə dediyimdə sizə ən azı burada bir rahat bir 4 dənə evin yeridir. 4 evin yeridir. Ev tikib satmaq istəyən qardaşlarımız da müraciət edə bilərlər bizə. Çünki o iş içində çox sərfəli bir işdir bu torpaqdır. Plus ərazidə su xətti də var, qeyd edeyim. Yəni burada çətinlik çəkilməyəcək kommunallar barəsində. Torpağın sotu düşür 14.500 manata. Bəli, 14.400 manata. Daha doğrusu ümumi qiyməti də 130.000 manatdır. İnşallah ki, torpaq sahibi tərəfindən indirim olacaq. Allah alana da satana da əziyyəti keçən hər bir kəsə də xeyir versin inşallah. Əziz dostlar, hər birinizdən xahiş edirik, səhifəmizi bəyənib rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan əmlaklarımızdan, torpağımızdan sizin də xəbəriniz olsun. Allah ev olmayanlara ev qismət eləsin inşallah. Allah hər cümlədən razı olsun.